Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov isə əhalinin artımının təmin olunması üçün ölkədə iqtisadi problemlərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Dünyada çox ölkələrdə bu kimi giləy-güzarlar var. Yəni millətin demoqrafik olaraq azalması, hər ölkə özünə görə bir cür buna reaksiya verir. Bizdə də bu tendensiya olduğu üçün yeni seçilmiş patriarx Şio cənabları öz fikrini bildirdi. Bəli, ailə dəyərləri müqəddəsdir, ailə bütün dinlərdə mühümdür, evlad olmalıdır, artmalıdır. Amma bunun bir tərəfi deyək, tək bu dini çağırışlarla olmur. Bu daha çox beynəlxalq təcrübə və standartlarda dövlətlərin himayəsindən. Hər doğulan uşağa dövlət müəyyən miqdarda hesabına pul köçürür, torpaq verir, ev verir, valideynlərin himayə ilə olur. Bu kimi məsələlər dövlət üstünə götürsə yaxşıdır. Valideynlər bəli, dini olaraq, mənəvi olaraq evlad dünyaya çox gətirə bilər. Bunun sonrasını da düşünürlər ki, biz uşağı bəs necə böyüdəcəyik? Təhsili var, bunun evi var, bunun ailəsi var. Buna görə də bu daha çox iqtisadi məsələlərə bağlanır. Yəni dövlətin gücünə. Dövlət gələk burada himayə eləyə. Dövlət sözdən daha çox əməldə nəsə göstərməlidir ki, ölkədə olan millət artsın, azalmasın ya başqa ölkələrə getməsin. Burada tək azalma o doğum deyil, köç də bunun içindədir. Niyə? İnsanlar sosial-iqtisadi harda rifah görürlər, ora yönəlirlər. Ona görə bunların hamısı daha çox dövlətə olmalıdır. Amma biz də din adamları da çıxışlarımızda həmişə diqqətli olmalıyıq. Başqalarını incizəcək kəlmələrdən uzaq olmaq, həmişə birliyə, bərabərliyə, sülhə çağırmalıyıq. Artım tendensiyası, başqa qorxular, mən deyərdim, elə bir qorxumuz yoxdur. Niyə? Məsələn, müsəlman deyəndə indi biz özümüzdən tutuq. Biz təkcə Azərbaycanlılar deyil burada. Acar qardaşlarımız da Gürcüdürlər əslən, xalis Gürcü, onlar da müsəlman. Yəni, müsəlman olaraq əgər qorxu artımdırsa da, artısa o Gürcü olaraq vardır. Əgər xristiyanlıqsa da, bu da yəni din üzərindən ayrı seçkilib, bu da doğru olmazdı. Daha çox vətəndaşlıq mövqeyindən yanaşmalıyıq və yenə də deyirəm, dinlərdən daha çox dövlətin məsuliyyətidir. Bu dinlər hamısı ailəyə dəyər verir, tövsiyə edir, təşviq edir, evlada tərbiyəsinə, təhsilinə, vətəninə xeyirli, faydalı olmaq üçün bütün dinlər bunu deyir. Qul olaraq, bəndə olaraq, insan olaraq. Amma əsas birinci dərəcəli məsələ dövlət. Yaxşı şərait yaratmalıdır, iqtisadi və himayə, sosial yardım. Yardım bir dəfəli müavinətlər əsasında deyil, evindən tutmuş, təhsilindən tutmuş, bütün sahələrdə böyüdülməsinə kimi dövlət öhdəsinə ki, onda daha çiçəklənəcək. Bütün ölkədə olan vətəndaşlar da, ailələr də dinindən asılı olunur. Onda başa düşəcək, himayə var, evlad dünyaya gətirməyi özünə rava biləcək. Yəni, məsələnin kökü dindən daha çox sosial-iqtisadi problemlərdir və diqqətsizlikdir. Yəni, belə deyərdim mən. Patriarxın da, yəni, mən görüşdüm şəxsən mərhum İlyanın dəfninin sabahı getdik, ziyarət elədik, görüşdük. Özü də bizə vurğuladı ki, bizim də yolumuz birlik, bərabərlikdir. Biz yəni bir ölkədə yaşayırıq. Yəni daha çox özü də bu məsələləri himayə elədi. İndi bu dilə gətirilməkdə ki, təşviq etmək məqsədi ilə dilə gətirilibdir. Bu da bunların bir çağırışıdır. Bu istəyirlər ki, ölkədə millət artsın. Yenə deyirəm, bu dindən daha çox dövlətin məsələsidir. İnşallah ki, bunu məsələləri dövlət diqqət eləyər, heç ortada belə narahatçılıq, narazılıq olmasın. Yenə də din adamlarının missiyası ayırmaq yox, birləşdirici olmalıdır, barışdırıcı olmalıdır və ixtilafları aradan qaldırmalıdır.